Bugün dezinformasiya, ictimai sabitlik və dövlət-vətəndaş münasibətlərini hədəfə alan sistemli təhlükəyə çevrilib. Bu baxımdan vətəndaş cəmiyyətinin rolu xüsusən vacibdir. Bu fikirlər dezinformasiya qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi mövzusunda ictimai müzakirə zamanı səslənib. Müzakirələrdə dezinformasiyanın qlobal kontekstdə yarada biləcəyi təhdidlər diqqət mərkəzində olub. Bugün Azərbaycanda dezinformasiya ilə mübarizə aparmaq üçün güclü siyasi sistem mövcuddur. İndiki reallıqda fake informasiya insanların məlumatı düzgün anlamaqda çətinlik çəkməsinə səbəb olur. Bu fikirləri ictimai müzakirə zamanı Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli səsləndirdi. O, həmçinin dezinformasiyanın sürətlə yayılma səbəblərindən də bəhs etdi. Media həqiqətə xidmət etməlidir, həqiqəti yaymalıdır. Amma təəssüflər olsun ki, beynəlxalq media praktikasında biz bunun heç də deməli tam əks olunduğunu görmürük. Beləliklə mediaya ictimai etimad sarsılır. Dezinformasiyanın sürətlə yayılmasının onun üçün münbit şərait yaradılan əsas amillərdən biri bütün dünyada mediaya ictimai etimadın azalmasıdır. Bu problemin aradan qaldırılması əsasən media savadlılığının artırılması yolu ilə mümkündür. Çünki dezinformasiyanın yayılması milli təhlükəsizlik baxımından ciddi təhlükə sayılır. Bu mövzuda Azərbaycanla bağlı olan əsas risklər ölkəmizin beynəlxalq arenada artan rolu ilə daha çox bağlıdır. Dezinformasiya təhdidləri əsasən sosial media üzərindən yayılır və bu prosesə qarşı mübarizədə media savadlılığı ilə ictimai sayıqlıq mühüm rol oynayır. Bir sıra qurumlar məhz Azərbaycana qarşı, Azərbaycanın uğurlarına qarşı qəsdən hansısa saxta xəbərlər yayırlar. Bunların içərisində əlbəttə bilməyərəkdən yayılan xəbərlər var. Savadsızlıqdan həyata keçirilir. Bunu da biz gündə tez-tez rastlaşırıq və hesab edirəm ki, bunun elə qarşısının alınması əsas media savadlığı ilə mümkündür. Kim bu prosesdə fəal iştirak edə bilər? Təbii ki, fəal iştirak edə bilər həm aidiyyəti dövlət qurumları, hansı ki, birbaşa olaraq bu mübarizənin həyata keçirilməsinə cavabdehlik daşıyırlar, həm də ki, təbii ki, qeyri-dövlət strukturları, o cümlədən də qeyri-hökumət təşkilatları, media subyektləri, vətəndaş cəmiyyəti üzvləri bütövlükdə. Bax, bu üç səviyyəli və üç müstəvili bir fəaliyyət spektri dəqiq olmalıdır ki, mübarizə daha effektiv həyata keçirilsin. Dünya İqtisadi Forumunun qlobal risklər hesabatında dezinformasiya 2026-cı il üçün həm Azərbaycan, həm də qlobal miqyasda əsas risklərdən biri kimi göstərilib. Dezinformasiya ictimai sabitliyi və dövlət-vətəndaş münasibətlərini hədəfə alan sistemli təhlükəyə çevrilib və bu baxımdan vətəndaş cəmiyyətinin rolu xüsusilə vacibdir. Əhməd Məmmədov, Rahil Bəhlulzadə, ATV Xəbər.